Səhər motivasiyası hormonlara necə bağlıdır? Bugün bu haqda danışacağıq. Biz səhər oyanırıq, amma motivasiyamız yoxdur. Heç nə etmək istəmirik. Birbaşa yataqda da qalmaq istəyirik. Deyirsinizsə, bu tənbəllik deyil, bu səhər hormonal startın zəifliyinə bağlıdır. Səhər motivasiyasının əsas start düyməsi kortizol dalğasıdır. Kortizol səhər yüksəldikdə beyin aktivləşir, enerjimiz artır, fokusumuz yüksəlir. Qərar veririk, onu gücləndiririk və hərəkətə başlayırıq. Əgər kortizol dalğası gecikirsə, səhərlər beyin start siqnalını etmir və motivasiya da gecikmiş kimi görünür. Digər hormon isə dopamindir. Səhər dopamin az olsa, heç nəyə həvəs yoxdur hissi yaranır. Və ən maraqlısı odur ki, gecə yuxusu pozulanda səhərlər həm kortizolun dizbalansı yaranır, kortizol pikə qalxa bilmir, günortaya tərəf sürüşür və bu zamanda səhər motivasiyamızın itirərək günortadan sonra açılışmağa başlayırıq. Düşünün ki, motivasiya təkcə istək, təkcə özünü qurmağa intisam deyil. Bu düzgün qurulmuş orqanizmin bioloji startıdır və səhərlər motivasiyamız aşağıdırsa, bədənimiz sizə siqnal verir. Sadəcə bu mesajı dinləmək və hərəkətə keçmək lazımdır. Yuxunuzu qaydaya salın və hər videoda dediyim kimi yuxunu təkcə istirahət müddəti kimi, nə zaman olursa olsun bir faktor kimi qəbul etməyin, onu öz vaxtında və kəsintisiz olaraq etməyə nəzarət edin. Özünüzdən müğayət olun və hər zaman sağlam olun.